Salam, dəyər nəşrlərinin 16 mart tarixində keçirmiş olduğu sınaq imtahanından 9-cu siniflərin ingilis dili suallarının izahları ilə tanış olaq. Kanala abunə olmamışsınızsa, abunə olaraq faydalana bilərsiniz. 5-ci sualdan başlayaq. Listening suallarını birazdan şərh bölməsinə qeyd edib sizə bildiriş göndərəcəm. 5-ci sualda baxırıq ki, mürəkkəb tamamlıq mövzusudur. Made birinci qrup feilidir. Özündən sonra to-suz feil tələb edir və feil olduğu kimi qəbul olmalıdır. Yəni, hər hansı bir şəkilçi S, ed, ing qəbul etməməlidir və to-da olmaz. Cavab C variantı. Bu arada make birinci qrup feili idi. Mürəkkəb tamamlıq mövzusu. 6-cı sualda eyni qayda mürəkkəb tamamlıq mövzusudur. Expert 3-cü qrup feildir. 3-cü qrup feil olduğu üçün özündən sonraki feili to-lu istəyir, yəni məzdər formasında. To-lu feil bir dənə elə Y-dədir. Doğru cavab to finish. Keçək növbəti suala. Yəni 7-ci suala. 7-ci sualda she had a habit of demişdik ki, gerund sözündən sonra gəlir, yəni ing-li feil. Of sözünü olduğu üçün cavab elə burada Y variantı olur, gerund lazımdır. 8-ci sualda to be sifət olduğu zaman to-lu feil istifadə olunur. It is necessary to wear olacaq. Cavab A variantı olur. Bu tip suallarda yəqin ki, izaha ehtiyac yoxdur. 9-cu sualda mən evdə qaldım. Yağış ağır şəkildə, yəni dəhşətli şəkildə yağış yağırdı deyirik. Evdə qaldım çünki bərk yağış yağırdı. Çünki deyərik, yəni because. Baxmayaraq ki, ona görə də əgər M üstü 4. Bunlar heç biri düz gəlmir. 10-cu sualda deməli o çay, kofe istəyir. Sağ tərəfdə deyir ki, o meyvə şirəsinə üstünlük verir. Meyvə şirəsinə üstünlük verirsə, deməli nə kofe, nə də çay istəmir deyəcəyik. Gəlin qrammatik qaydalarını tapmağa çalışaq. Ayza or ifadəsi yoxdur. Ayza or olmalıdır. Nayza orada yoxdur. Ayza and də yoxdur. Sağ tərəfdə meyvə şirəsinə üstünlük verir deyə deməli nə kofe, nə də çayı xoşlamır. İnkar bir şey qoymalıyıq. Cavab B variantı oldu. 11-ci suala baxaq. 11-ci sualda qrammatik qaydalarını tapmağa çalışaq. Mastdan sonra to olmazdı. Bunu buradan aparaq. Sağ tərəfdə indi cümlənin mənasına baxaq. Birinci cümləyə baxırıq ki, deməli tag question'dır. Don't you var. Yəni ayrıcı sual. Belə deyək, əgər sağ tərəfdə don't you yazıbsa, deməli sol tərəfdə feil qoymaq lazımdır ki, bura sual inkarı do-dan düzəlsin. Yəni bura biz are able to qoysaydıq, sağ tərəfdə don't you ola bilməzdi. To be olardı. C-də ought qoysaydıq, sağ tərəfə ought qoyardıq. Qaldırıq D və Y arasında. Burada cümləyə baxırıq ki, don't you inkarda olduğu üçün sol tərəfdə təsdiqdir qaydaya görə, yəni have olmalıdır. Cavab D variantı oldu. 12-ci suala baxaq. Passive voice qaydasıdır. Əksər uşaqlar çətinlik çəkirlər, abituriyentlər, amma rahat yolunu sizə demiş olun burada. Cümləmiz will və complete var, gələcək sadə zamandır. Bu cümlənin passivi necə olurdu? Will, be, plus, fail 3. Burada da feilimiz complete'dir, onun feil 3'ü də completed'dir. Deməli, bizə will be completed olan bir şey lazımdır. A-da will'in birisi yoxdur. B-də will'in birisi yoxdur. C-ni D-ni atırıq. Yəni, gözləyirik hələ ki. Y-də will'in birisi yoxdur. Qalırıq ikisi arasında. Cümləmiz the students'dən başlayıbdır. Passivə çevir deyirsə, cümləmiz the students'dən olmaz. Çünki tamamlıq mübtəda olması lazım idi. Ona görə C variantı oldu. İnşallah ki, rahat yolunu gördünüz. 13-ə baxırıq. 13-cü sualda mən otağa daxil olanda keçmiş sadə zamandır. Keçmişdirsə, indiki olmaz və keçmiş sadənin davam edici zamandır. Mən otağa daxil olanda onlar ciddi bir şey müzakirə edirdilər. Ciddi müzakirələri vardı. Keçmiş sadənin keçmiş davam edicisini uzlaşdırdıq. Cavab A variantı. Bu arada sualların PDF-ini əldə etmək istəsəniz, şərh bölməsinə PDF yazın unutmadan. Mən sizə PDF-ləri bugün göndərəcəm Telegram kanalına. Oradan sizə xəbər edəcəm. Şərhə PDF yazmanız kifayətdir. 14-cü suala baxaq. The book consists 10 chapters. Consist sözünüdür. Bilirik ki, bu of-la istifadə olunur. Bunu sadəcə əzbərləmək lazımdır. Cavab B variantı olur. 15-ci suala baxaq. Deməli, bəd tək hecalıdır, qabağında mor olmazdı.
Y-də deməli veri adi dərəcədir, verse müqayisə dərəcəsidir. C-də verse üstünlükdür, qabağında Z-si yoxdur. İkisi arasında qalırıq. Get-ə görə biz cümlə mənasına görə biz burada verse qoyuruq, yəni B-ni qoyacağıq. 16-cı sualda isə deməli student verib burada. Samdan sonra student isim cəm olar. B də eyni qayda, D də eyni qayda. Cəm isim olması lazım idi. Non isimsiz istifadə olunur. Cavab Y variantı oldu. 17-ci sualda aşağıdakı sözün close meaning, yəni yaxın mənalı sinonim lazımdır. Onu soruşur. Encourage cəsarət vermək, support dəstəkləmək düz gələr. Motivated də motivasiya etmək, dəstəkləmək anlamına gəlir. 2-4 doğru cavabdır. Warn xəbərdarlıq etmək, punish cəza vermək, discourage həvəsdən salmaq. Cavabımız 2 və 4. Keçək 18-ci suala. Deməli, short textdir. Bunu belə yaxınlaşdıraq sizin üçün. Görək nə lazımdır bizə. Birbaşa doğru cavabdan gedək. D-yə baxırıq. The dinner reservation is at 8 p.m. Yəni bu nahar rezervasyonu 8 p.m.dədir. Baxaq. Dinner reservation at 8 p.m. Deməli, doğru variant D variantıdır. Bu şəkildə demiş olaq. 19-a baxırıq. 19-da A variantına baxırıq. Daniel attended a seminar. Daniel deməli seminara baş çəkdi. Məktubda nə deyir? Salam Daniel. Deməli Daniel'e yazılıbdır məktub. Thank you for attending our seminar. Deməli seminara baş çəkdiyin üçün sənə nə edirik? Təşəkkür edirik. Deməli həqiqətən baş çəkibdir. Cavab elə A variantı olur. Belə. Keçək 20-yə. 20-ci suala baxaq. Deməli, deyir ki, bu niyə yazılıbdır, bu mesaj, niyə yazıb bu qeydiyyatçı, Y variantına baxaq. Inform about office renovations and closure. Yəni, bu ofisin yenidən qurulması, təmiri, bağlanması üçün inform, yəni xəbərdarlıq edir. Baxaq. Our office will be closed for renovations from July 10th to July 15. Yəni, 10-dan 15-nə deyir, bağlı olacaqdır. Deməli, e-mail ilə falan əlaqə saxlayasınız deyir. Y-də də eynisini deyir, yəni məlumat verir bu barədə, ona görə Y oldu. Keçək digər reading suallarına. Bu arada 9-lar apreldə yəqin imtahan verəcəklər. Hər birinizə indidən bol-bol uğurlar. Kanalın ictimai bölməsinə mütləq göz gəzdirin. Orada sizə faydalı olacaq çox mühüm testlər var. Davamlı olaraq onları işləyə bilərsiniz. Vaxt baxımından mətnin izahını verməyim, sadəcə doğru cavabları deyib keçim. Qrammatikanın izahı yəqin ki, aydındır. 21-də cavabımız olacaq B variantı. 22-də to make something better nəyisə yaxşılaşdırmaq, inkişaf etdirmək anlamında to improve'dur. B variantı. 23C variantı. İnsanlar necə daha kreativ ola bilərlər. 24-də D variantı olacaqdır. D variantı. 25-də isə bizdən yanlışı soruşur. 2 və nə olur burada? 3 olur. Və gəldik 26 hekayə qurmağa. Bunu qurmusunuzsa şərh bölməsinə yaza bilərsiniz. Nədir şəkildə? Oğlan qız baxır ki, ağacda pişik var. Pişik çıxıb bura, yəqin düşə bilmir. Xilas edicilər var burada. Oğlan və qız əl eləyirlər gördüyünüz kimi xilas edicilərə. Və üçüncüdə xilas edicilər pişik yəqin ki bu, xilas edirlər. Uşaqlar da happy, yəni sevinirlər. Belə bir tekstdir. Nə yazmısınızsa şərhə qeyd edə bilərsiniz. Belə əziz abituriyentlər, hər birinizə bol uğurlar olsun. Özünüzə yaxşı baxın. Abituriyent yoldaşlarınızla videonu paylaşmağı unutmayın. Allah'a əmanət olun.